Hindistanın Pakistana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 46 nəfər yaralanıb. Bu barədə məlumat Pakistan ordusuna istinadən yayılıb. Xəbərdə bildirilib ki, Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında da çox saylı partlayışlar baş verib. Pakistan ordusunun mətbuat xidməti Hindistanın 3 bölgədən hücuma keçdiyini açıqlayıb. Hindistanın hədəf seçdiyi Cəmmu və Kəşmirdə yerləşən Pakistana məxsus 9 rayonundakı hərbi infrastrukturlarından heç birinə zərbə endirilməyib. Bu isə o deməkdir ki, hücum sırf mülki əhalini hədəf almağa yönəlmişdir. Hindistan Silahlı Qüvvələri isə açıqlama yayaraq bildirib ki, yaxın günlərdə Sindur əməliyyatının icrasına başlanılacaq. Belə bir təhdidə cavab olaraq Pakistanın Federal İnformasiya və Yayım naziri Attaullah Tatar televiziyalardan birinə müsahibəsində bildirib ki, Hindistanın bu qorxaq və sivil insanlara yönəlmiş hücumlarını dəf edəcək. Düşmən gecənin qaranlığında məscid və mədrəsələr də daxil olmaqla günahsız mülki insanları hədəfə alıb. Pakistanın cavabı layiqli və əhatəli idi. Amma Hindistandan fərqli olaraq biz heç bir mülki şəxsi hədəf almadıq. Yalnız hərbi mövqeləri və təcavüzkar təyyarələri vurduq. Pakistan Hindistana məxsus 5 raketi havadaca zərərsizləşdirib. Onlar hədəfə çatsaydı, insan tələfatı daha çox olacaqdı. Hindistanın bu hücumları Pakistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilir. Onların havadan endirdiyi aviazərbələr terror aktıdır. Gecə saatlarında mülki əhalini yatdıqları vaxtda hədəf seçməkləri aqressiyanın bariz nümunəsidir. Raket hücumlarının hansı bölgədən həyata keçirildiyinə dair əlimizdə əsaslı sübutlar da var. Onlara cavab atəşinin nə zaman və necə endiriləcəyi barədə ətraflı məlumat vermək istəmirəm. Bu hərbi sirdir. Qeyd edək ki, aprelin 22-sində Kəşmirdə baş verən terror aktından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Həmin silahlı insidentdə də 26 nəfər ölmüşdü. Hazırda isə qarşılıqlı hücumların artacağı gözlənilir. Bu isə həm də daha çox insan itkisi deməkdir.